xatada bir-iki dənə xata var idi. Çıxırdılar, pagonların qucağındaydı. Yuxarı çıxırdılar, söyürdülər. Qolu tərəf idi. Çıxırdılar, gördüm Reşkadan bizi söyürdülər. Rövşənə deyirdim ki, Kərbalaya, bunlar çıxıb bizi söyürlər də. Bəs necə eləyir? Rövşən deyir ki, Vüsal, bunlar nə ki səni, nə ki sənin yaxınlar, bunlar hətta mənə də söyürlər. Sadəcə bunlar oturublar itlərin qucağında, hələ söyə bilərlər, üzbəyə söyə bilməzlər. Deyir, nə ki səni, Vüsal, bunlar mənə də söyürlər. Fikir vermə, onlar oturublar itlərin qucağında söyürlər. Ona görə də yəni bu mentorskoy proqramını saxlayın özünüzə. Elə bilmir, söyüşlə, təhqirlə bizim nəsə zəiflədə biləcəksiniz, hədəfimizdən yayındıra biləcəksiniz. Və yaxud nəsə bir xarakterimizdə, və yaxud ruhumuzda nəsə dəyişiklik edəcəksiniz. Yox. Başqa variant axtarın. Elə bir variant axtarın ki, mən narahat olum. Belə şeylər məni narahat eləmir.